Bu sadece bir görüntüdür. Hı hı. Yani primitif cihetten enerji obyektlerine zərbe vurmaması bugün Rusya'ya daha çok sərf edir, nəinki Ukrayna. Ona göre ki Rusya'nın enerji obyektlerin belə deyək, sahəsi böyükdür, bir-birindən aralıdır və hədəf kimi onları hamısını örtmə imkanları müəyyən bir şəkildə məhduddur. 2000 kilometr cəbhə xəttində, təməz xəttində havadan belə deyək, hava məkanını qorumaq, sonra bu obyektlərin hava məkanını qorumaq, şəhərlərin hava məkanını qorumaq. Bunlar hamısı bugün dronların belə deyək, dronların istifadəsi, dron erasında olan bir məsələni nəzərə alsa, onda əlbəttə mən düşünürəm ki, bu Rusiyaya daha çox sərf edir, nəinki Ukraynaya. Digər məqsəd də bundan ibarətdir ki, artıq Trump'ın nəyə nail olduğunu göstəricisidir. Bu sadəcə siyasi bir göstəricidir və Trump da deyir ki, hə, doğrudan da biz bax buna nail oldum, buna mən nail oldum. Özünün PR-ıdır yəni. Və mənim növbəti, bunun növbəti addımı məsələn bu olacaq. Ona görə də mənə elə gəlir ki, Putin Trump'ın sözünü yerə salmamaq üçün böyük dövlətlərdir. Mən sizə deyim ki, ümumiyyətlə mənim fikrimcə, mən bunu demişəm, bu münaqişədə iki ölkə qazanıb. Biri ABŞ-dir, o biri Rusiya. Deyirlər ki, çox da Rusiya itirib və s. Ancaq yox, belə götürsə nüfuzu artıb, milyonlarla daha iqtisadiyyətini saxlaya bilib, arazini genişləndirə bilib, öz işğalı ilə Krim, Sivastopol, bunları da daxil. Bunlar hamısı onu göstərir ki, bugün Rusiya hardasa 100 min insan itirməklə və hərbi sənaye kompleksinin imkanlarının genişlənməsi və s. tərəziyə qoysa, bu iki dövlət qazanır və mən düşünürəm ki, bugün bu iki dövlət də öz aralarına dil taparaq bütün məsələlərə nəzarət etmək və sahib çıxmağın belə deyək həvəsindədir. Bunu da gizlətmirlər.